Mənim müraciətim cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevədir. Başda Anar Əliyev olmaqla Ramil İzayev. Bunlar əlilliyin təyinatını düzgün apara bilmirlər. Düzgün apara bilməməklərinin birinci səbəbi də elə Ramil İzayevdir. Gəlib sosial tibbi ekspertizanın rəhbəri təyin olunub. Halbuki bu insan cəmaata yanlış, bir uşağa yanlış diaqnoz qoyaraq, səhv diaqnoz qoyaraq məhkəməyə verilib. Məhkəməsi olan bir insan necə sosial tibbi ekspertizanın özdə məhkəmədə qarşı tərəfə haqq verilib. Ramil İzayevə yox, uduzub məhkəməni. Belə o məhkəməni uduzan insan necə təzədən dövlət içində işləyə bilər? Burada müraciətim buna görə də cənab prezidentimizə, Ali Baş Komandanımıza, Mehriban xanımadır ki, mənim işimlə düzgün şəkildə maraqlanılsın, təyinatım düzgün verilsin, mənə əzab əziyyət verirlər. Mən necə 4 yaşında övladım var. Mən necə öz övladıma, məni görür, öz övladım görür ki, Sosial Müdafiə Nazirliyinin qabağında əlində çəlik qırğın eləyir Anar Əliyevlə, sonra gedir Ramil İzayevlə qırğın eləyir. Bu 4 yaşındakı uşağa mən necə tərbiyə verim ki, vətənə, millətə sevgisi olsun? Mən olmayım, siz olun. Necə tərbiyə verim ki, bu gör ki, atasını mələdir bu Anar Əliyev, Ramil İzayev. Bu uşaq gələcəkdə necə vətənə, millətə, cənab prezidentinə sadiq ola bilər? Bu insanlar, başda Anar Əliyevlə, Ramil İzayev olmaqla, cənab prezidentimizin adına birbaşa ləkədir bu insanlar. Bu insanlar ləkədir. Sözüm aidiyyəti qurumlaradır ki, bu insanlar barədə tədbir görülsün. Cənab prezidentimizin də dəfələrlə vurğulayır ki, əgər hansısa bir məmur öz yaxınına, dostuna, tanışına arxalanırsa ki, bu nə eləyir, vəzifədə qalacaq, elə bir şey yoxdur. Cənab prezidentimiz də dəfələrlə çıxışlarında vurğulayır ki, mənə çatdırın, mənə bildirin. Mənim də müraciətim, mənim bu qədər problemim ola, Anar Əliyev, Ramil İzayev mənə yola verir. Gedirəm Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, oradan bir dənə bu boyda kağız verirlər, təzədən get sosial tibbi ekspertizaya. Gedirsən orada görüşürlər, mənə qayıdıb deyir, mən göndərmişəm səni döyüşə. Mən demişdim ki, Erməniyə güllər. Bu hansı Azərbaycan əskərinə, zabitinə deyilə bilər ki, mən səni göndərmişəm. Cənab prezidentimiz göndərib. Mənə deyir, sənə kim verib, kim deyib ki, get döyüşə, get Erməniyə güllər, get o insandan da sən əlilliyi istə. Sənə deyir, bu qədər, mənim çıxışlarım da olub demişəm. Mən dəfələrlə videolarımda da deyirəm ki, başda Anar Əliyev, Ramil İzayev, mənim əlillik təyinatım düzgün təmin olunmayana qədər, təyinatımı düzgün verməyənə qədər sizlərdən əl çəkməyəcəm. Cənab prezidentə qədər, səsimi eşidənə qədər çıxış eləyəcəm ki, sizin iş fəaliyyətiniz düzgün deyil. Qaçqınları göndərirlər alınmış torpaqlarımıza, gözəl